Salam dostlar, dərslərimiz davam edir. Dərsə başlamamışdan qabaq sizlərdən bir xahiş etmək istəyirəm ki, kanala abunə olun, like edin, kommentlər yazın. Yəni kanalda abunəçi sayı çox azdır və buna görə də yəni adamda motivasiya da az olur. Ona görə də sizdən bir dənə xahişim odur ki, əgər dərsi bəyənirsinizsə, dərsləri izləyirsinizsə ardıcıl olaraq, yəni kanalımıza abunə olun və kommentlər yazın, like edin ki, yəni mən də bundan bir motivasiya alım. Və bildiyiniz kimi bu elə bir şeydir ki, yəni hal-hazırda mən yəni əsas fikrim, düşüncəm sizlərə Kotlin dilini başa salmaq, Kotlində necə istifadə etmək olar, onlar haqqında ümumi məlumat bazalarını verməkdir. Və dərsimizə davam edək. Bugünkü dərsimizdə biz Jetpack Compose'un içərisində olan bəzi composable'lar haqqında məlumatlar öyrənəcəyik. Keçən dərsimizdə biz Compose'un nə olduğunu öyrəndik və içərisində tekst yazdıqda gördüyünüz kimi iki dənə tekstdən istifadə etdikdə bunlar üst-üstə gəldi. Və bunların artıq dizayn hissəsini etmək üçün müxtəlif composable'lar var ki, biz bunlardan mütəmadi olaraq istifadə edirik. Və dərs başlamamışdan qabaq mən ekranda bütün funksiyaları sildim və bu funksiyaları yenidən yazacağam ki, sizlər də biləsiniz ki, həmin funksiyalar Jetpack Compose açılan zaman, yəni ilk ekran açılan zaman test bir lazım olan funksiyalardır. Bunları biz özümüz də yazıb, özümüz əlavə istədiyimiz adlarla da istifadə edə bilərik. İlk öncə onları yaradaq. Composable yazıram və içərisində funksiyamı qeyd edirəm. Bunun içərisində də teksti qeyd edək. Və həmin bu artıq mən bu funksiyanı dostlar set content içərisində çağıranda proqramımızı run eləyəndə ekranda yəni sağ tərəfdə telefonun içərisində görə bilərəm. Və main screen artıq burada aktiv olundu. Və bundan da əlavə olaraq da Jetpack Compose tərəfindən bizə verilən ekran görüntüsü var ki, biz də bundan istifadə edirik. Dizaynlar edən zaman istifadə edirik. Bunu da əlavə olaraq istifadə etmək üçün yenə də preview yazıram və içərisində show background true edirəm. Yəni arxa rəngini aktiv edirəm. Sonra add composable yenidən çağırıram funksiyanı. Yazıram ki screen olsun və burada da bu cür. Main screen'i də burada çağırıram. Artıq main screen çağırıldıqda bizim burada yazdığımız tekstlər burada qeyd olundu. Və keçən dərsimiz kimi eyni qaydada qeyd edək ki text içərisində string yazaq ki salam dünya. Baxın dostlar, biz bu cür şəkildə yazanda bizim yazılarımız göründüyü kimi üst-üstə gəlir. Və bunların qarşısını almaq üçün müxtəlif composable'lar var. Column, row və box. Biz bunlardan mütəmadi olaraq application'ı istifadə edəndə, yəni bizim hər hansı bir application yazanda biz bu composable'lardan mütəmadi olaraq istifadə edəcəyik. Column'un iş prinsipi bundan ibarət ki, buradakı yazılar sıralanma şəkildə olsun, row'da yan-yana olsun, box'da isə iç-içə. Yəni burada mən qeyd eləsəm ki, column column qeyd eləyirəm və buradakı artıq tekstlərimi kəsib burada past edirəm. Baxın dostlar, artıq bizim sağ tərəfdə ekranımızda biraz yaxınlaşdıraq, sizlər də rahat görəsiniz. Sağ tərəfdə ekranda göründüyü kimi, yəni buradakı yazılar ardıcıl olaraq qeyd olundu. Və bunun içərisində mən əlavə olaraq font size-ını qeyd edək, yəni bizim yazımızın ölçüsünü artıraq 25 sp. Əlavə olaraq font weight-ini qeyd edək, yəni yazının şriftini qalınlaşdıraq. Font weight metodunun özündən istifadə edəcəm və bold edəcəm. Burada gəlin bunu bu cür şəkildə edək. Baxın dostlar, burada yazılanlar eyni mən buradan götürüb, baxın, burada əlavə eləsəm, artıq mənim ikinci damımda da eyni prinsip olacaq. Composable'un bizə göstərdiyi, yəni rahatçılıq bundan ibarət ki, biz bir dənə tekst yazsaq, əgər həmin dizaynda ikinci bir tekst yazmaq üçün bir dənə bunun bu hissəsini götürürük, artıq digərində past edirik və bunu istifadə edirik. Mütəmadi olaraq proqramistlər adətən bu teksti, yəni standart istifadə olunan tekstləri
əlavə və funksiya içərisində yazır və onu da ayrıca olaraq çağırır. Özünə lazım olan hissələrdə çağırır. Onu düzdür, gələcək dərslərimizdə istifadə edəcəyik və onun daha rahat olduğunu görəcəyik. Və tekstin özü də bizə geri bir dönüş verəcək ki, biz istənilən adı da orada qeyd edəcəyik. Baxın dostlar, mən burada əlavə olaraq color'unu da qeyd edirəm. Color və bunu yazaq blue. Artıq bizim yazımızın rəngi olduğu mavi rəngdə. Burada dostlar, tekstin özü də içərisinə daxil olsa, görəcəyik ki, bizə müxtəlif funksiyalar alır. Özü teksti alır, yəni stringi alır, modifiyeri alır, color, font size, font style. Yəni bunlar bunun içərisində, tekst içərisində alına bilən funksiyalardır ki, biz bunlardan istifadə edərək istənilən dizaynı icra edə bilərik. Bunların hamısı haqqında ayrı-ayrılığında applicationlar yazılanda, gələcək dərslərimizdə mütəmadi olaraq üzərində işləyəndə bunlar haqqında ayrı-ayrılığında məlumat veriləcək. Və ilk öncə biz kolumların nə olduğunu başa düşdük. İndi isə row haqqında məlumat. Burada yazıram row və row yazdıqda baxın buradakı mənim artıq yazılarım yan-yana qeyd olundu. Və yan-yana qeyd olunduğu halda, yəni mən məsələn burada bir tabliça yaratsam, bir cədvəl istəsəm ki, buradakı yazılarım ardıcıl olaraq qeyd olunsun, rowdan istifadə edirəm. Yox, sıralama şəkildə istədiyim halda mən kolumdan istifadə edirəm. Bir də bizə lazım olan üçüncü olaraq composable'ımız box'dur. Box'da istifadə edəndə biz burada bunu dəyişək, edək column, daha rahat siz görəsiniz. Əlavə. Və bunun üzərində alt enter düyməsini tıklayıram, əlavə bir widget əlavə edirəm. Container və box. Baxın dostlar, mən burada box'u əlavə elədim. Column box'un içərisindədir. Və box'a da əlavə olaraq modifier daxil edirəm, modifier fill max size. Yəni genişlənə bildiyin qədər genişlən. Bu artıq bizim ekran görüntümüzü alır. Yəni telefonda görüntümüz necədir, artıq onu alır. Və burada da göründüyü kimi column box'un içərisindədir. Yəni box'un iş prinsipi ondan ibarətdir ki, o hər bir konteyner yaratdığımız zaman üzərində üst-üstə nə qədər istəsək əlavə işlər də görə bilərik. Yəni bizə bir kutu verir, üzərində biz yazı da yaza bilərik. Adətən biz box'u istifadə edəndə image view, məsələn bir image view daxil edirik, üzərində hər hansı bir yazı qeyd eləmək istəyirik. Bu box'dan da o halda istifadə edə bilərik. Mütəmadi olaraq bizim istifadə etdiklərimiz bunlardır. Əsas iş prinsipləri də bundan ibarətdir ki, bizim burada yazdığımız yazıları istədiyimiz kimi görüntüsünü verə bilər. Və bundan sonra isə bizə lazım olan isə modifiyer haqqında məlumatı öyrənməkdir. Modifiyerlər, bəzi məlumatlar var ki, biz tekstlər içərisində, biz tekstin içərisinə daxil olanda görürük ki, burada onun rəngini dəyişmək, ölçüsünü dəyişmək mümkündür. Lakin burada onun arxa rəngini dəyişmək və yaxud da ki, həmin tekstin tıklana bilən olmasını eləmək və yaxud da padding vermək mümkün burada deyil. Bunları etmək üçün Composable özü ayrıca bir funksiya yaradıb ki, bu da modifier funksiyasıdır. Modifierin vasitəsilə onun üzərində istənilən digər əməliyyatları etmək mümkün olacaq. Bu modifier haqqında gələcək dərsimizdə öyrənəcəyik və bugünkü dərsimiz də bu qədər. Dərsi bəyəndisə like etməyi unutmayın. Sağ olun, gələn dərs görüşənədək.